Bu gün sübh namazına dura bilmədim, yəni axşam budilnikə qoydum, qoymaq yadımdan çıxdı, yoxsa dururam hər gün nə eləyim yazıb var burada. Ümumiyyətcə bir insan əgər sübh namazına axşamdan, misal üçün budilnik qoyacaqdı, quracaqdı, budilnik qurmaq yadından çıxdı, yatır, səhər oyana bilmir sübh namazına, yuxudan oyananda görür artıq günəş çıxıb, sübh namazının vaxtı çıxıbdır, yadına düşür ki, axşam budilnik qoymamışdı, yəni qoymaq yadından çıxıbdır. Belə olduğu təqdirdə bu insan bunu qəsdən yatıb qalmayıb sübh namazı. Yəni bu qəsdən yatıb qalmadığına görə bu insana günah yazılmır. Amma bir məsələ var burada. Bu insan yuxudan oyanan kimi namazını qılmalıdır. Məsələn, misal üçün saat 9-da yuxudan oyandı və yaxud da 10-da yuxudan oyandı, 8-də yuxudan oyandı. Artıq durdu ki, sübh namazının vaxtı çıxıbdır. Yuxudan oyanan kimi, yerindən qalxan kimi gedib dəstəmaz alıb birbaşa namazını, yəni qılmalıdır sübh namazını. Belə olduğu təqdirdə ona günah yazılmır. Amma bir insan əgər sübh namazına qəsdən yatıb qalarsa, qəsdən, yəni niyyəti qəsdən yatıb qalmaq olarsa, o insan əlbəttə böyük günah sahibidir. Bu əməlinə görə böyük günah qazanır və tövbə eləməlidir. Yuxudan oyanandan sonra tövbə eləyir, əgər qəsdən yatıb qalıbsa. Amma bilmədən yatıb qalıbsa, məsələn, budilnik qoyacaqdı, budilnik qurmaq yadından çıxıbdır. Və yaxud da ki, axşam işdən yorğun gəlibdi, yatıb səhər sübh namazına oyana bilməyibdi. Amma axşam yatarkən onun niyyətində sübh namazından qalxmaq var idi. Belə olduğu təqdirdə bu insan qəsdən yatıb qalmış sayılmır. Və yatıb qalıbsa ki, yuxudan oyanandan sonra duran kimi namazını, sübh namazını qılmalıdır, dəstəmaz alıb namazını qılmalıdır. Çünki hər birimizin başına gələ bilər, yəni insan görsən bəzən yatır sübh namazına qalır. Yəni bilmədən, yorğun gəlir işdən və yaxud da budilnik qurmaq yadından çıxır və yaxud da budilnik zəng vurur, oyanmaq istəyir, oyana bilmir. Oyanır ki, artıq namazın vaxtı çıxıbdır. Yəni bilmədən sübh namazına yatıb qalarsa insan, yuxudan oyanan kimi dəstəmaz alıb namazını qılmalıdır. Fərqi yoxdur, saat 12-də qalxsa, yuxudan 9-da qalxsa, 10-da qalxsa, duran kimi namazını qılmalıdır. Yəni qəsdən əgər yatıb qalırsa sübh namazına, qəsdən yatıb qalmaq böyük günahdır sübh namazına. Belə olduğu təqdirdə insan həm də tövbə eləməlidir, yəni bu əməlinə görə. Çünki sübh namazını qəsdən ötürmək, qəsdən yatıb qalmaq bilə-bilə bu böyük günahdır.